Ben sərxoş halda sürmürəm. Sadəcə toyxanadan çıxanda bunlar mənə saxladılar, mən də özəldim. Ağzıma nə soxuşsam, mən bir Sərxoş testdən keçdiniz? Hə. Spirtli şaşyar olundu. Hə. İstəyirsiniz içməmişik və sərxoş halda nə avtomobil? İçmişəm, yaxşı eləmişəm. Siz nə vaxtınız keçirsiniz belə? Biz jurnalistik də, bizim də işimiz budur. Allah sizin işinizi ağır eləsin. Mən sizə ağır cəzalar alacağım. Yəni bu cərimə olunmaqla sizə belə deyək də dərs oldu mu ki, növbəti dəfə yəni... Xeyr, mənə cəza zad yoxdur. Mənim dünya vecimə deyil. Mən sizə əlinizə alıb bu şturvalı gəzdirməyi arzu eləmirəm. Siz özünüzü yığışdırın, biraz yolunuza yığışın. Mən sizə nəhlət oxuyacağım. Onu da yazın, mənim sözüm. Mənim dünya vecimə deyil. Siz də əlinizə Aşaqqan neçə yaşınız var? Mənim 67 yaşım var. Xəlləmiş görmüşəm həyatda. Amma yəni soxma da ağzıma. Mən xahiş elərdim məni bunu efirə verəsiniz. İşiniz gücünüz yoxdur, alınıza əlmisiniz bu deyə bucadı bunu. İş görürsünüz güya. Yəni dövlətin, üzr istəyirəm, dövlətin qanunu var da, niyə o qanun? Dövlətə siz əsl dövlətə ziyan vuran sizsiniz. Qanunda var ki, sərxoş halda maşını idarə eləmək. Yaxşı edirəm. İşmişəm, keyfimdən gəlirəm. Belə sizi kimi adamlar mənə belə xoş gəlmir. Onu sizə görə işləyirəm, sizlərə görə. Mən bugün içirəm, yeyirəm. Sizlər kimi adamı gözümdə belə görmək istəmirəm.